Çok bayram bir əhval-ruhiyyəsində gəlmişdilər insanlar. Belə bir fikir var idi ki, oturaq miting olsun. Əli Kərimli oradan çağırış elədi və bundan sonra hücum əmri verildi. Belə oldu ki, mən yıxıldım. Məndən yuxarıdakı adamları döyürlər dünka ilə. Polislər itlərlə dayanıblar, belə vəhşi itlərlə dayanıblar. Su vuran maşınlar və s. bloklara girmişdilər. Çox yaralı var idi. Polislər aman vermirdilər. İnsanların dağılacağı, hətta o binalara tərəfdə qaçırdılar. Mən gəldim bizim qərargaha, o Xaqani 33-də idi Xalq Cəbhəsinin qərargahı ki, ora elə bil ki, hərbi hospital idi. Yəni o qədər yaralı vardı ki orada. Qan su yer, necə deyirlər, qan su yerin axır. Təcili yardıma da zəng olunurdu. Onlar bilən kimi nə məsələdir, gəlmirdilər. Mən qul deyiləm, mən hər deyilənə itaət etmək fikrində deyiləm.